Əziz abituriyentlər, bildiyiniz kimi ikinci dəti imtahan tarixləri elan edilmişdir. Biz də istədik ki, ikinci dəti imtahana hazırlaşan şagirdlər üçün yeni onlayn sürət qruplarımızı açaq. Niyə sürət qrupu deyirik bura? Çünki bu qısa vaxt ərzində, təxminən 40 gündə biz həftədə 3 dəfə 2 saat olmaqla sizinlə 18 dərsdə görüşəcəyik. Bu dərslərdə 2011-2024-cü il tarixləri arasında keçirilmiş bütün qəbul imtahanlarının suallarının bir-bir analizini görəcəyik. Bu 49 qəbul, 1340 sual deməkdir. Təbii ki, bununla bərabər bizim özümüzün hazırladığımız bir çox isbat məsələlərinə də toxunacağıq. Bir düşünün yoldaşlar, bu qısa vaxt ərzində siz 1340 sual plus bir çox isbat məsələlərinin hər birinin detallıca analizini görmüş olursunuz. Bu da sizə imkan verəcək ki, ikinci cəhd imtahanında öz doğru sual sayınızı minimum 7-8 say qədər artıra biləsiniz. Qrupa qoşulmaq istəyənlər aşağıya bir plus ata və ya bizim WhatsApp nömrəmizdən əlaqə saxlaya bilərlər. Sağ olun, hər birinizə uğurlar.